Xəbər verdiyimiz kimi sabiq millət vəkili Fazıl Ağamalı vəfat edib. Siyasətçi ötən gecə Türkiyədə dünyasını dəyişib. Mətbuat az xəbər verir ki, 79 yaşlı Fazıl Ağamalının ölümü ictimai diqqəti yenidən onun personasına yönəldib. Mərhum siyasətçinin uzun illər rəhbərlik etdiyi Ana Vətən Partiyasının ötən il baş tutan qalmaqallı qurultayı və bu tədbir fonunda ailə-daxili münaqişənin üzə çıxması siyasətçinin ölümü ilə bağlı müzakirələrə yeni rəng qatıb. Fazıl Ağamalının partiya sədri olmaq istəyinə oğlu Elçin Ağamalı ilə konfliktdə olması, hətta iddiasını reallaşdıra bilməyən övladının atasını məhkəməyə verdiyinə dair xəbərlərin yenidən gündəmə gəlməsi siyasi çevrələrdə mübahisə mövzusuna çevrilib. Mətbuat bu mövzuda maraqlı məlumat əldə edib. Belə ki, Fazıl Ağamalının xəstəliyi 2024-cü ilin əvvəllərində üzə çıxıb, Ağamalı xərçəng xəstəsi olduğunu bildiyi üçün 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərə qatılmaqdan imtina edib. İddia olunur ki, hətta o səhhətinə dair siyasi hakimiyyətdə təmsil olunan bəzi vəzifəli şəxsləri də məlumatlandırıb. Bundan sonra isə seçkidə özünün deyil, övladlarından birinin namizəd olmasına dəstək verməsini xahiş edib. Təcrübəli siyasətçi müsbət cavab aldıqdan sonra şəxsi qərarı ilə qızının namizədliyi üzərində dayanıb. Ailə-daxili münaqişə də məhz bu qərardan sonra baş verib. Fazıl Ağamalı ötən ilin payızında həkim müayinəsindən keçəndə ona 6 ay ömrünün qaldığı bildirilib. Qeyd edək ki, Fazıl Ağamalı 26 avqust 1947-ci ildə Ermənistanda doğulub.